Salam dəyərli həmkarlarımız. Bu gün sizlərlə bu videoda indiyənə qədər miniatür rəssamları qarışdırırdınızsa, artıq bu videodan sonra onları bir-birinə fərqləndirə biləcəksiniz, müqayisə eləyə biləcəksiniz. Hər bir miniatür rəssamların bu günləri fərqli və oxşar cəhətlərini bir-birlərindən ayırd edəcəyik ki, siz də yaxşı mənimsəyə biləsiniz. Yəni miqyas sertifikasiyaya düşə biləcək və sizi yayındıra biləcək mövzulara diqqət edəcəyik bu günləri. Gəlin baxaq görək, miniatür nədir? Keçən dərsimizdə də mən miniatür haqqında izah verdim. Miniatürlə illüstrasiya haqqında fərqli və oxşar cəhətlərini izah verdim. Qısa da olsa miniatürlə gəlin görək nədir? Miniatür dedik ki, kiçik ölçülü rəsm deməkdir. Bəs yaxşı, miniatür ilk dəfə nə cür yaranıb? Miniatür qədim zamanlarda tarixən əlyazmaların bədii tərtibatına istifadə olunurdu və hərflərin ilk dövrlərdə mətnlərin yalnız başlanğıc hərfləri bəzədilirdi. Sonrakı dövrlərdə isə ornament və haşiyələr meydana gəldi. Sonra isə 13-cü əsrdən isə artıq miniatür üslubu bütöv bir səthi əhatə eləməyə başladı. İllüstrasiyalar deməyi yaranmağa başladı. Sərbəst sənətə çevrildi və bu sənətin də dili şərti və dekorativ idi. Gəlin baxaq görək. Bəs yaxşı. Miniatür ilk kitab illüstrasiyaları nə zaman yaranmışdı? Harda yaranmışdı? İlk kitab illüstrasiyaları deyirik ki, qədim Misirdə yaranmışdır. Yaxşı, qədim Misirdə yaranmağı güman edilir. Bəs yaxşı, onda dini kitabların tərtibatında hansı xalqlar tərəfindən yaranmışdır? Romalılar tərəfindən yaranmışdı. Rəngli illüstrasiyalarla bəzədilirdi. Yəni bunlar testə düşə biləcək mövzulardır. Qədim Misirdə ilk kitab illüstrasiyaları harda yaranıb? Qədim Misirdə dini kitabların tərtibatında nə zaman yaranıb? Nə zaman yox, deyək ki, belə hansı xalqlar tərəfindən yaranıb? Romalılar tərəfindən yarandığı məlum olunur. Təxmini də 5-ci əsr falan nəzərdə tutulur ki, təxmini yaranmağı nəzərdə tutulur. Yaxşı, gəlin baxaq görək buna nümunə nə ola bilər? Hı -hı. Baxın, Roma şairi Publi Vergilinin kitabında miniatür. Georgia. Bunu göz yaddaşınızın yadında saxlamağa çalışın. İlk miniatür sözü də minium, İtalyanca miniatyura, qədim əlyazma kitablarının boyalarla incə işlənmiş kiçik ölçülü təsvirdir. Gəlin indi baxaq görək miniatürün neçə növü var. Deyirik ki, miniatürün 3 növündən istifadə olunur. Kitab miniatürü, portret miniatürü və cilalı miniatür. Baxın bunlar. Yaxşı, bəs cilalı miniatürün vətəni hara sayılır? Çin sayılır. Miladdan əvvəl 2-ci minillikdə yaranmışdır. Bu miniatürdən isə 15-ci əsrdə Avropada məşhurlaşdı. Sonralar isə Fransa, İngiltərə, Almaniyada 17-ci, 18-ci əsrlərdə istehsalına başladı. Gəlin görək Azərbaycan miniatürlərinin əsas xüsusiyyətləri nələrdir? Zəngin və incə ritmik naxışlar, dekorativ süjetli kompozisiyaları və nəfis rəng çalarların heyrətamiz dekorativliyi ilə seçilirdi. Bu Azərbaycan miniatürünün əsas xüsusiyyətləridir. Bəs yaxşı, miniatürün əsas xüsusiyyətləri nələrdir? Gəlin indi ona baxaq. Miniatürün məqsədləri, xüsusiyyətləri bir qayda olaraq məqsədli şəkildə perspektiv qanunlarına riayət olunmurdu. Və işıq və kölgədən şərti şəkildə istifadə olunurdu. Demək olar ki, yəni istifadə olunmurdu. Əlvan naxışlardan istifadə olunurdu. Forma və kompozisiyanın sadəliyi, axıcı ritmə tabe olması, bunlar miniatürün xüsusiyyətləridir. İndi gəlin baxaq, Azərbaycanda kitab miniatürü nə zaman yaranıb? Gəlin indi ona baxaq. 13-cü, 17-ci əsrlərdən Azərbaycanda kitab miniatürü yaranmışdır. Hansı şairlərdən əsərlərində istifadə olunurdu? Yəni rəssamların ilham mənbəyi hansı şairlər olmuşdur? Nizamidir, Füzulidir, Firdovsidir, Hafiz, Nəvai və başqa digər klassiklərin, rəssamların tükənməz ilham mənbəyi olmuşdur. 16-cı, 17-ci əsrlərin Sadiq bəy Əfşarın Təbriz Miniatür Məktəbinin görkəmli nümayəndəsi olmuşdur. İndi gəlin Təbriz Miniatür Məktəbi Sadiq bəy Əfşarın miniatürləri nələri ilə fərqlənir və Sultan Məhəmməddir, Müzəffər Əlidir, onların miniatürlərindən nəyi ilə fərqlənir?
Deyirik ki, əsərlərində kompozisiyasında dekorativ bütövlüyə, mənzərə və hadisələrin cərəyan məkanı kimi göstərilməsinə, rəng çalarlarının zərifliyinə görə fərqlənirdi. Gəlin indi bunu müqayisəli şəkildə bir də daha yaxşı yadımızda qalmağını ötürü Sultan Məhəmmədə baxaq. Aha. Sultan Məhəmməddə əsərlərində isə kompozisiyasının dinamikliyi, kolorit dekorativliyi, incə harmoniyası ilə fərqlənirdi. Bu da Sultan Məhəmmədin xüsusiyyətləridir. Yenidən qayıdacağıq Sultan Məhəmmədə də. Aha. Kitab miniatürünə gəlin baxaq. Kitab miniatürü nə idi? Əlyazma kitablarında əllə çəkilmiş rəngli illüstrasiyalar, portret miniatüründə isə quaş və akvarellə çəkilmiş, çox da böyük olmayan portret rəngkarlığı, cilalı miniatürdə isə parıltılı lakla örtülmüş kiçik təsvirlər, belə təsvirlər isə qab-qacaq və zərgər məlumatlarını bəzəyirdi. Ha, gəlin indi baxaq. Mütləq bunlara, şəkillərə göz yaddaşınızdan yadınızda saxlayın. Hı -hı. Hı -hı. Dedi ki, Təbriz Miniatür Məktəbinin görkəmli nümayəndəsindən Sadiq bəy Əfşardır. Sadiq bəy Əfşar Müzəffər Əlinin şagirdi olmuşdur. 8 ildə yanında rəngkarlıq sənətinin sirlərinə yiyəliklənmişdir. Şah İsmayıl Xətainin tərəfindən təməli qoyulan kitabxananın rəisi vəzifəsində Sadiq bəy Əfşar işləmişdir. Ancaq Sultan Süleyman isə baş rəssam olmuşdur. Özünü də Sadiqi Kitabdar adlandırmışdır. Həmin bu kitabxanaya müxtəlif dövrlərdə Kəmaləddin Behzad və Sultan Məhəmməd rəhbərlik etmişdir. Və onun əsərlərinə gəlin baxaq. İmamqulu xan, Teymur xan Türkmən, Əmir, Səyahət edən Dərviş bunlar da İstanbul, Paris, Boston, Sankt-Peterburq muzeylərində saxlanılır. Yaxşı, bəs Sadiq bəy Əfşar Azərbaycan miniatürünə hansı yenilik gətirmişdir? Sualı düşərsə, portret ustası olub və perspektiv qanunlarını tətbiq edən yenilikçi rəssam kimi tanınmışdır. Bəs biz əvvəlcədən dedik ki, miniatürçü rəssamlar perspektiv qanunlarına riayət olunmurdu. Ancaq yenilik gətirən Sadiq bəy Əfşar olmuşdur. İndi gəlin Sultan Məhəmmədə baxaq. Deyirik ki, qrafika və rəngkarlığın uğurlu sintezindən yaranmış bədii üslubdur. Bu miniatürə aiddir. Miniatür üslubu düşə bilər ki, qrafika və rəngkarlığın uğurlu sintezindən yaranan üslub hansıdır? Miniatür üslubudur. Yenə də burada yenidən göstərmişəm, altına xətt çəkmişəm ki, miniatürün xüsusiyyətlərini, səciyyəvi cəhətləri, naxışların kompozisiyası, zənginliyi, lirik mənzərələr, incə xətt və formaların ritmi, kolorit ahəngdarlığı, dekorativliyi miniatürə xas olan cəhətlərdir. Miniatür sənətini də deyirik ki, saray sənəti də adlandırırlar və onu sifariş edənlər əksərən padşah və şahzadələrin sifarişi ilə çəkilərdi. İndi Sultan Məhəmməd də Təbriz Miniatür Məktəbinin rəssamlarından biri olmuşdur. Onun rəsmləri də bayaq dediyimiz kimi kompozisiya, dinamikliyi, kolorit, dekorativlik, incə harmoniyası ilə fərqlənərdi. Yaxşı, gəlin baxın bir daha ki, miniatür sözünün mənası nə idi? Miniatür sözü qırmızı rəng deməkdir, kiçik ölçülü rəsmlərə aiddir və onun işlənməsinə sulu boyadan istifadə olunurdu. Və Sadiq Sultan Məhəmmədin işlərində bu miniatürə xas olan cəhətdir. Hər birinin miniatürə xas olan cəhətlə hər bir rəssam ayrı-ayrı öz dövrlərində miniatürə xas olan cəhətlərdən istifadə eləmişdi. Onlardan bir də Sultan Məhəmməddir ki, insan və heyvan fiqurları, real ifadə üslubu, mənzərə təsvirlərinin inandırıcı real görüntüləri bu əsərləri fərqləndirən əsas cəhətlərdir. Yəni miniatürün və onun ilk əsərlərindən Yatmış Rüstəm Firdovsinin Şahnamə əsərinə çəkdiyi miniatür ən böyük tərtibat işlərindən biridir ki, 742 səhifəli, 258 böyük miniatürlərdən ibarətdir və onun ən məşhur illüstrasiyası Teymuraz Saray əhli miniatürüdür. Yəni bu düşə bilər ki, ilk əsəri hansıdır? Yatmış Rüstəmdir.
Ancaq ən məşhur əsəri Keymurazın Saray Əhli miniatürü olmuşdur. Dahi şair Nizami Gəncəvin xəmisəsinə, Nəvainin Divan əlyazmasına çəkdiyi miniatürlər bu gün hal-hazırda Nyu-Yorkun Metropoliten Muzeyində, Fransa Milli Kitabxanasında saxlanılır. Bunlara mütləq diqqət eləyin. Nizami Gəncəvi ola bilər ki, yadınızdan çıxmasın, amma Nəvai ilə Hafizin ikisinin də divanı var. Metropoliten və Fransa Milli Kitabxanasına Nəvainin divan əlyazması orada saxlanılır. Şair Hafiz divanında isə əlyazmasını çəkdiyi miniatür sadə insanlar və saray əyanların həyat tərzi təsvir edilmişdir. Bunlara mütləq diqqət eləyin. Sadə insanlar və saray əyanlarının həyat tərzi təsvir edilmişdir. Sultan Məhəmməd ayrıca vərəq üzərində portreti də var. Mütaliə edən şəhzadə. Həmin bu mütaliə edən şəhzadə də baxın bu əsərdir. Bir dəqiqə. Baxın bu əsərdir. Bu əsərdə e, bir dəqiqə. Bu əsərdə Müzəffər Əlinin gənc şəhzadə əlində güllərlə portret. Baxın bu. Bununla qarışdıra bilərsiniz. Bunda qırmızıdır, amma Sultan Məhəmməddə göy rəngdədir. Mütləq buna diqqət eləyin. Baxın, bunlara mütləq diqqət eləyin. Aha. Və o həmin bu mütaliə edən şəhzadə də Rusiya Milli Kitabxanasında saxlanılır. Baxın, bu da Yatmış Rüstəmin miniatürüdür, Firdovsi Şahnamə əsərinə. Sonra bu Keymurazın Saray Əhli miniatürüdür. Məhəmməd Peyğəmbərin Miracına xəmsəsi, Nizam Gəncəvin xəmsəsində çəkilən miniatürüdür. Mütləq bunlara fikir verin və miniatürçü rəssam, 2 dənə miniatürçü rəssamımız 2 peyğəmbərin rəsmlərində qeyd eləmişdi ki, Sultan Məhəmməd, Məhəmməd peyğəmbər haqqında rəsm çəkmişdir. Müzəffər Əli isə Yusif peyğəmbər haqqında rəsm əsəri çəkmişdir. Bunları da yadımızda saxlayaq. Gəlin indi baxaq Müzəffər Əliyə. Müzəffər Əli, o da Təbriz Miniatür Məktəbinin görkəmli nümayəndələrindən biri olmuşdur və onun müəllimi Kəmaləddin Behzad olmuşdur. Deməli, deyirik ki, Sultan Məhəmmədin müəllimi Müzəffər Əli olub, Müzəffər Əlinin isə müəllimi Kəmaləddin Behzad olmuşdur. Və Sultan Məhəmməd II Təhmasibə rəsm əsərini öyrədən rəssamlardan biri idi. Müzəffər Əli də öz miniatürlərində məişət janrından istifadə olunub, yəni insanların gündəlik həyat təsvirlərini çəkmişdir və həmin bu orta əsrlərdə məişət janrı özünün çiçəklənmə dövrünü yaşamışdır, ən parlaq dövrünü yaşamışdır. Baxın, bu da miniatürlərindən biridir. Müzəffər Əlinin Leyli və Məcnun poemasına həsr olunan 16-cı əsrə aiddir. Tehranda saxlanılır Gülüstan sarayı. Bu da gənc şəhzadənin güllərlə portretidir. Bostondadır. Yusif quyudan çıxır, bayaq dediyim kimi 16-cı əsr. Bu da Vaşinqtondadır. Bunlara diqqət eləyin. Və təhsili. Behzadın emalatxanasında yiyəliklənib. Ornament ustasıdır, üslub və texnik xəttatdır, rəngkar və qrafikadır. Bu da bayaq dediyim onun əsərləridir. Bunu mütləq yaxşı oxuyun, əzbərləyin. Müzəffər Əli məişət janrında dedik ki, çəkdiyi əsərlər ənənəvi, insanlar ənənəvi geyimlərdə təsvir olunur. Yalnız ov və döyüş səhnələri deyil, həm də bayram, saray əyləncəsi, klassik ədəbiyyatda poetik səhnələr, çox nadir hallarda isə şah və onun əyanlarının portreti təsvir olunurdu. Yəni bu da testə düşə bilər ki, çox nadir hallarda hansı üsluba müraciət edirdi, nələri çəkirdi, belə deyək, şah və onun əyanlarının portretini çəkirdi Müzəffər Əli. Və bütün sifarişlərin yerinə yetirməsinə də Azərbaycan şairlərinə, onların əsərlərinə müraciət eləmişdir. Bu qədər. İnşallah ki, sizə faydalı olmuşdur. Daha yaxşı yadınızda saxlamağa kömək olmuşdur. Gələn dərsimizə qədər hələlik.